Bismillahirrahmanirrahim. İnsanın yaradılışının heyratamizliyi barəsində elm şəhərinin qapısı Ali aleyhissalam buyurmuşdur. Bu insana, onun yaradılışına heyrətlənin. Onun, yəni insanın xilqəti barəsində düşünün ki, onu yaradanın qüdrət və bacarığını dərk edəsiniz. Yaradan onu elə yaradıb ki, pi ilə görür, yəni göz ilə, ətlə danışır, yəni dil ilə, sümüklə eşidir, yəni qulaq ilə və dəlikdən nəfəs alır, yəni burundan. Allah hər birinizdən razı olsun.